Salam əziz altıncılar. Biz sizdə artıq 8-ci mövzudayıq. Bugün biz Azərbaycanı birləşdirən ilk hökmdardan danışacağıq. Yenə də həmişə olduğu kimi dərsin sonunda siz hansı təlim nəticələrinə nail olacaqsınız? Onları qabaqdan bilək. Siz Sacoğulları dövləti haqqında sadə biliklər nümayiş etdirməlisiniz. Yəni paytaxtı haradır, hökmdarı kimdir, hansı əraziləri əhatə edir və s. Eyni zamanda xalqın mənafeyinin qorunmasında vahid dövlətin rolunu dəyərləndirməlisiniz. Biz dövlətlər nə üçün lazımdır mövzusunda artıq bu haqda müəyyən məlumatlar əldə etmişik. Hətta siz oradan öyrənmişdiniz ki, ilk vergi anlayışı necə yarandı. Əhali yaşadığı dövlətdə təhlükəsizlik yaşamaq üçün, rahat yaşamaq üçün gəlirlərinin müəyyən hissəsini dövlətə ödəyirdilər. İlk vergi anlayışı belə yaranmışdı. Bəs görək, vahid dövlətin rolu nədən ibarətdir? Fərz edin ki, sinfiniz bir qaladır. Onu qorumaq, orada müdafiə olunan insanların təhlükəsizliyini təmin etmək, orada yaşayan insanların daha böyük uğurlara çatması üçün nə edərdiniz? Yəqin ki, bu suallara artıq sizin müəyyən cavablarınız var. Daxildə, tutaq ki, sinfinizdə parçalamanın qarşısını almaq üçün, daxildəki o kiçik davaların qarşısını almaq üçün nə edərdiniz? Bir düşünün. Həmin o sinfinizi bir qala kimi düşünsək, qalaların müəyyən müdafiə mexanizmləri var idi. Qalanın gözətçiləri var idi. Qalada vəzifələri bölən insanlar var idi. Daxili asayişi qorumaq üçün müəyyən adamlar vəzifələndirilmişdi. Qalaya ərzaqı gətirən insanlar ayrı idi. Yəni hamısı sistemli bir iş ilə təşkil olunurdu. Biz bugünkü mövzuda Azərbaycanda vahid dövlət necə yarandı və vahid dövlətin rolu nədən ibarət idi? Suallarına cavab tapacağıq. Onu bilin ki, Azərbaycanda vahid dövlət dedikdə şimalın və cənubun bir dövlətin tərkibində olmasını nəzərdə tuturuq. Yəni Arazın o tayı və Arazın bu tayı bir dövlətin tərkibində olarsa, demək vahid dövlət yaranır. Yəqin ki, müəlliminiz sizə bu mövzunu fərqli üsullarda izah edəcək. Mən də elə tədqiqatın aparılması mərhələsində mövzunun izahını edəcəm. Sadəcə müəllimin izahı. Baş verən üsyanlar ərəb xilafətini zəiflətmişdi. Hansı üsyanlar? Məsələn, biz də ərəblər tərəfindən işğal olunub ərəb xilafətinin tərkibinə daxil edilmişdik. Hansı üsyan olmuşdu Azərbaycanda ərəblərə qarşı? Xürrəmilər hərəkatı. Hətta Xürrəmlər hərəkatı 60 ilə yaxın davam edib ərəb xilafətini kökündən sarsıtmışdı. Bizdən başqa ərəb xilafətinin tərkibində olan başqa ərazilərdə də üsyanlar atmışdı. Demək, xəlifələr dövləti artıq əvvəlki kimi idarə edə bilmirdilər. İşğal edilən ərazilər bir-bir xilafətdən qopmağa başlamışdı. Eləcə də Azərbaycanda yeni dövlətlər yaranacaqdı. Yəni, ərəb xilafətinin zəifləməsindən sonra Azərbaycanda yaranan dövlətlərdən biri də Sacoğulları dövləti idi. Çünki Azərbaycan qədim dövlətçilik ənənələrinə malik bir dövlət ərazi idi. Ona görə də burada ilk dövlətlərdən biri olan Sacilər dövləti yarandı. Məişəcə Türk dövləti idi. Bu sülalənin nümayəndələri Afşin ləqəbini daşıyırdı. Babəki məğlub edən Afşin bu nəsildən idi. Sacoğulları dövləti 9-cu əsrin sonlarında Azərbaycanın cənubunda yaranmışdı. Biz yenə də təkrarlayaq. Azərbaycanın cənubu deyəndə hansı ərazilər nəzərdə tutulur? Azərbaycan Araz çayından cənubdakı torpaqlar. Əgər bir dövlətin ilk paytaxtı Marağadırsa, demək əsası orada qoyulub. Daha sonra paytaxt şəhər Marağadan Ərdəbilə köçürülüb. Demək, Sacilər dövlətinin paytaxtları haralar oldu?
Marağa, daha sonra isə Ərdəbil. Onun əsası Azərbaycanın hansı hissəsində qoyuldu? Azərbaycanın cənubunda. Neçənci əsrdə yarandı? 9-cu əsrdə. Bu dövləti yaradanların mənşəyi nə idi? Türk. Bu dövləti necə adlandırırdılar? Sac oğulları. Bu dövlət hansı dövlətin tərkibindən çıxmışdı? Xilafətin tərkibindən çıxaraq azad olmuşdu. Dövlətin ən məşhur hökmdarı Yusif Sacıoğlu idi. O, Azərbaycandan böyük vergilər tələb edən xəlifəyə tabe olmaq istəmirdi. Buna görə də hər il xilafətə göndərilən xəracı dayandırmışdı. O, güclü ordu yaradıb, qonşu əraziləri də özünə tabe etmişdi. Yusifin əsas məqsədi Azərbaycanı birləşdirmək idi. Sac oğulları dövlətindən bir qədər əvvəl, baxın, işarələdiyim yerə, Kür çayından şimalda Şirvanşahlar dövləti yaranmışdı. Bu dövlət Azərbaycanın ən uzun ömürlü feodal dövlətidir. 7 əsr mövcud olub. Yəni Yusif Azərbaycanı vahid dövlətdə birləşdirmək istəyirdisə, mütləq hansı dövləti tabe etməli idi? Şirvanşahlar dövlətini tabe etməli idi. Yadda saxlayın uşaqlar, gələcəkdə də biz dərsləri keçəndə deyəcəyik ki, filan dövlət Azərbaycanı vahid dövlətdə birləşdirdi. Demək o hansı dövləti tabe etməlidir bunu etmək üçün? 7 əsr mövcud olan Şirvanşahlar dövlətini. Yusif Şirvanşahlar dövlətini tabe edəndən sonra ərəblərin qapılar qapısı adlandırdıqları Dərbəndi tutdu. Yusif xəlifənin deyil, öz adından pul kəsdirməyə başladı. Uşaqlar, o dövrdə bir dövlətin müstəqil olduğunu, hökmdarının güclü olduğunu göstərən ən böyük fakt öz adına pul kəsdirməsi idi. Demək, Azərbaycanı vahid dövlətdə birləşdirən ilk hökmdar Yusif Sacıoğlu oldu. Onun əraziləri Dərbənddən Həmədana qədər torpaqları əhatə edirdi. Qədim dövrdə pullar kağızdan deyil, metallardan kəsilirdi. Qazıntılar zamanı alimlər indi də mis, gümüş, qızıl pullara rast gəlirlər. Metal pulların kəsilməsi üçün xüsusi emalatxanalar var idi. Onlara zərbxana deyirdilər. Pulların üzərinə hökmdarlar öz adlarını zərb etdirirdilər. Bu, həmin hökmdarın müstəqil olduğunu təsdiq edən əsas əlamət sayılırdı. Görəsən, pullar niyə misdən, gümüşdən və qızıldan kəsilirdi? Qızıl və gümüş dəyərli idi. Mis isə daha ucuz idi. Misin tapılması, işlənməsi asan idi. Qızıl və gümüş isə nadir tapılırdı. Qızıl və gümüş böyük əməliyyatlarda, mis isə kiçik əməliyyatlarda istifadə olunurdu. Qızıl və gümüş uzun müddət istifadə olunur, mis isə daha tez sıradan çıxırdı. Kitabınızda həm də Ərdəbil şəhərinin planı da göstərilib. Gəlin bu mətni 3 hissəyə bölərək izah edim sizə. Xəlifə Yusifin güclənməsindən və müstəqil olmasından qorxuya düşdü. O, böyük qoşun topladı. Mahir sərkərdələrindən birini bu qoşuna başçı təyin edib, Yusifin üzərinə göndərdi. Axı, Yusif xərac göndərilməsini dayandırmışdı. Baş verən qanlı döyüş Azərbaycan hökmdarının qələbəsi ilə başa çatdı. Yusif xəlifədən Azərbaycan və qonşu ərazilər üzərindəki hakimiyyətinin tanınmasını tələb etdi. Baxın, Yusif qalib gəldiyi üçün xəlifə onun hakimiyyətini tanımalı oldu. Ərəb xəlifəsi çətin vəziyyətə düşmüşdü. O, Azərbaycan kimi zəngin ərazinin itirilməsi ilə barışmaq istəmirdi. Bir neçə il hazırlıq görəndən sonra xəlifə yenidən Azərbaycana qoşun göndərdi. Bu dəfə iki güclü sərkərdənin başçılıq etdiyi döyüş, böyük ordu Yusif Sacıoğlunu məğlub edə bildi. Belə deyək də uşaqlar, bu dəfə daha güclü sərkərdə göndərilmişdi. Daha böyük qoşun göndərilmişdi. Buna görə də Yusif ikinci döyüşdə məğlub oldu. O əsir götürüldü, zindana atıldı. Xəlifə rahat nəfəs ala bilərdi.
Amma onun gözlədiyi olmadı. Yusif əsir götürüləndən sonra Yusifin ərazilərində üsyanlar artdı. Xəlifə bu üsyanların öhdəsindən gələ bilmirdi. Ona görə də Yusifi azad edib yenidən Azərbaycana göndərməyə məcbur oldu. Üsyanlar yatırıldı və daxili sabitlik yarandı. Azərbaycanın vahid şəkildə birləşdirilməsi müsbət hadisə idi. Tarixi torpaqlar bütövləşmiş, iqtisadiyyat canlanmış, mədəni həyatda irəliləyiş baş vermişdi. Vahid ölçü, çəki, pul sistemi tətbiq olunmuşdu. Artıq Yusif qocalmışdı. Bu zaman xilafətin ərazisində xəlifəyə qarşı üsyan baş verdi. Ehtiyatlı olaq. Xilafətin ərazisində xəlifəyə qarşı üsyan baş verdi. Ümidsiz vəziyyətə düşən xəlifə Yusifdən kömək istədi. Xəlifənin köməyinə tələsən Azərbaycan hökmdarı üsyançılarla gecə döyüşündə məğlub olub əsir düşdü. Yusifi əsir götürənlər xəlifədən onun azad olunması üçün pul tələb etdilər. Tələb olunan pul gecikdiyi üçün üsyan rəhbərləri Yusifi edam etdilər. Azərbaycanı ilk dəfə vahid dövlətdə birləşdirən şəxsiyyətin ömrü başa çatdı. Yusif Səcioğludan sonra hakimiyyətə gələn varisləri onun siyasətini davam etdirə bilmədilər. Daxili çəkişmələr dövləti zəiflətdi. Nəticədə Səcioğulları dövləti süqut etdi. Gəlin bu tapşırığı tamamlayaq. Xəlifə ilk dəfə Azərbaycana qoşun göndərdi. Nəticəsi nə oldu? Yusif Səcioğlu bu qoşunu məğlub etdi. Xəlifə onun hakimiyyətini tabi qəbul etməli oldu. İkincidə isə xəlifə daha böyük ordu ilə daha böyük sərkərdəni göndərəndə bu döyüşdə isə Yusif məğlub oldu. Yusif əsir götürüldü. Xəlifə güzəştə getdi. Niyə? Çünki Yusifə tabi olan ərazilərdə xəlifəyə qarşı üsyanlar oldu. Bu üsyanları yatırtmaq üçün xəlifə Yusifi azad etdi. Azərbaycanın birləşdirilməsi müsbət hadisə idi. Nəticədə mədəniyyət, iqtisadiyyat inkişaf etmişdi. Sonda xəlifəyə qarşı üsyanları yatırtmaq üçün xəlifəyə köməyə gedən Yusif Səcioğlu üsyançılar tərəfindən əsir götürüldü. Nəticə olaraq isə edam olundu. Ərəb xilafətinin zəifləməsinin səbəbini belə izah edərdim. Xəlifəyə qarşı azadlıq hərəkatları geniş yayılmışdı. Xilafət zəifləmişdi. Bu azadlıq hərəkatlarından biri Xürrəmlər hərəkatı idi. Növbəti sual. Səcioğulları dövlətinin yaranmasını belə izah edərdim ki, Azərbaycanın vahid dövlətdə birləşdirilməsi mədəniyyətin, iqtisadiyyatın inkişafına təsir göstərdi. Həm də Səcioğulları dövləti eyni zamanda yaranan Şirvanşahlar dövləti dövlətçilik ənənələrimizin yenidən baş qaldırmağına səbəb olmuşdu. Yusif Səcioğlunun əsas məqsədi haqqında nə öyrəndik? O, xalqın, əhalisinin yaxşı yaşaması üçün nələr eləmişdi? Azərbaycanı vahid dövlətdə birləşdirmişdi. Bu da elə eyni sualdır. Səcioğulları dövlətinin ərazisi hara kimi uzanırdı? Dərbənddən Zəncan və Həmədana qədər uzanırdı. Başqa suallar. Baxın, üsyançılara qarşı mübarizə aparmaq üçün Yusifin xəlifəyə kömək etməsini belə qiymətləndirmək olar. Yusif əqidəli bir insan idi. O xəlifəni bu çətin anda tək qoymadı. Xəlifə dövlətinin süqutunun Səcioğulları dövlətinin süqutunun səbəblərini belə izah edərdim. Yusifdən sonra gələn varislər dövləti yaxşı idarə etmədi, daxili çəkişmələr artdı. Xəlifənin Səcioğlunun həbsdən azad etməsinin səbəbləri nə idi? Çünki o əsirlikdə olarkən üsyanlar artmışdı. Və son tapşırığı isə uşaqlar sizə buraxıram. Yəqin ki, artıq vahid dövlətin rolunu dəyərləndirməyi bacarırsınız. Başqa tapşırıqlar. Səcioğulları dövlətinin paytaxtı əvvəlcə Marağa, sonra Ərdəbil olmuşdu. Səcioğullarının bütün hökmdarları Afşin ləqəbi daşıyırdı.
Yusifin əsas məqsədi Azərbaycanı vahid dövlətdə birləşdirmək idi. Baxın, bu da eyni sualdır. Yusif, bu maraqlı sualdır. Hansı dövləti tabe etmişdi özünə? Şirvanşahlar dövlətini. Hansı əraziyə ərəblər qapılar qapısı deyirdilər? Təbii ki, Dərbəndə. Ümumiləşdirmə və nəticə çıxardaq. Bu suallarda ekran görüntüsünü saxlayıb özünüz üçün cavablandıra bilərsiniz. Pulların mis, gümüş və qızıldan kəsilməsinin səbəbi nə idi? Asan sualdır. Yaşlı olsa da niyə xəlifənin köməyinə getmişdi? Bu onun şəxsiyyətinin böyüklüyündən, xidmətə sadiqliyindən irəli gəlirdi. O şəxsi maraqlarını və rahatlığını bir kənara qoyub, dövlətə və cəmiyyətə qarşı məsuliyyətini hiss edirdi. O həm vicdanlı, həm də təvazökar bir insan idi. Sizcə Sacıoğulları dövlətinin yaranmasının əhəmiyyəti nə oldu? İlk dəfə Azərbaycan torpaqları vahid dövlətdə birləşdi. Sacıoğulları dövlətini Albaniya və Atropatena ilə müqayisə etsək, uşaqlar, başqa bir səhifədə bunu izah edim sizə. Tutaq ki, Azərbaycanın şimalında Albaniya var idi, cənubunda Atropatena var idi. Amma Sacilər dövləti isə həm şimalı, həm cənubu əhatə edirdi. Ev tapşırığı olaraq isə mövzunun öyrənilməsini sizə tapşırıram. Yenə də nəsə sualınız olsa, çətinliyiniz olsa, mənə deyə bilərsiniz. Uğurlar.